Qrupumuzun adı nədir? Qrupumuzun adı İtin Uşaqları. Başa düşmədim. Burada başa düşməyə nə var ki? Var tin uşaqları, biz də itin uşaqları. Yaxşı, göstərin nəyiniz var. Elə burada. Elə burada. Ayıbdır. Muz dərisi. Muzikalı Hə, gözlər, boş. Getdik. Əziz dostlarım, sizə maraqlı hadisələrdən söhbət açacağam indi. Günlərin bir günü Bakı Zooparkından şir qəfəsdən çox rahatca çıxdı və getdi. Soruşacaqsınız şir necə çıxdı? Axı onun qəfəsi bağlı idi. Raşotkanın arasından keçdi. Şir çox arıq idi. La 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 la, bağışla şir. La 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 la, ət yaman bahalaşır. La 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 la, Qreçka yem. Günlərin bir günü bir banka getdim. Oradan özümə maşını lizinqə mən saldım. Sonra həmin bankda Navastroykadan 3 otaqlı mənzili də lizinqə mən saldım. İndi hər ayın axırında mən lizinq pulunu verə bilmirəm. Gedirəm bankın müdürünün ayaqlarını lizinq edirəm. Batıp gedirəm. Günlərin bir günü pulum yox idi. Getdim bir qızıl tükanına, oradan oğurluq eylədim. Yığdım daşqaşları, qaçmaq istədim. Siqnalizasiya çalındı və reski qapılar bağlandı. Mən qapıdan çıxmaq istədim. Var gücümlə orada qışqırdım. Çünkü qapının arasında qaldı daş qaşlarım. La 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 la, la 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 la, la la la. Yaxşı, yığışdır özünü. La la la.